Yevlax Su Meliorasiya Sistemləri İstismar İdarəsinin balansında olan Yevlax şəhərini içməli su ilə təmin edən su qurğusunu elektrik enerjisi ilə təmin edən 10 kilovoltluq hava xəttində təbiət hadisəsi nəticəsində 4 dayaq qırılaraq yerə düşmüşdür. Hal-hazırki tarixdə Yevlax Su Meliorasiya Sistemləri İstismar İdarəsinin Energetika şöbəsinin elektrik işçiləri tərəfindən su qurğusunun 10 kV enerji xətti 4 dayaq bastırılaraq tam bərpa olundu. İstifadəyə verildi, elektrik enerjisi təmin olundu. Xeyirli olsun.